Ərəfə günü yaxınlaşır. Həqiqətən də çox əzəmətli bir gün yaxınlaşır. İslamın ən əzəmətli bayramlarından bir Ərəfə günüdür. Ərəfə gecəsi hədis buyurur, insanın ibadətləri, itaətləri, tövbələri, duaları Allah hamısını qəbul edir. Və hər kəs bu gecəni ibadətlə məşğul ola Ərəfə gecəsini. İmam buyurur, Allah 170 ilin ibadət savabını ona əta edir. Bir gecəsinə. Belə əzəmətli, münacat gecəsi, dua gecəsi. Bir özünü qoyasan özündən qabağa, özündən bir danışasan, belə bir gecə. Elə bir gecə gəlir ki, o gecədə olunan bütün tövbələri Allah qəbul edəcək. Adam çalışasan, dilin ancaq dua eləməyə bu gecədə. Çalışasan, qəlbin də dua eləyə. Ancaq elə o sözü dilinlə deməyəsən, bir o dediyin sözlərin həqiqətin bir balaca insanın ruhu da dərk eləyə, ruhu dada, duya. Biləsən ki, bir Allah çağırır bizi bu gecəyə ki, bağışlamağa hazırdır, qəbul eləməyə hazırdır, əff eləməyə hazır olan bir Allah bizi çağırır Ərəfə gecəsinə. Özə bilirsiniz necə çağırır? Deyir, sizi dəvət edirəm, günahlarım qədər sənə ibadət savabı yazacağam. Nə qədər günahım var? Onların hamısını siləcəm. Bütün günahlarımı siləcəm. O günahlarımın sayı qədər də əməl naməvə yazacağam. İbadət eləmisən, savab eləmisən, zikr eləmisən. Günahımın sayı qədər sənə zikr yazacağam əməl dəftərimə. Bu belə dəvət edir. Bu Allahın tövbə eləyənə vədidir, vədəsidir. Bilirsiniz Allahın bəndəsinə sözü nədir? Hədisdir. Allah deyir, bəndəm, sənin bütün günahlarından keçəcəm. Çox əzəmətli sözdür. Allah buyurur, bəndəm, naümid olma. Sənin bütün günahlarından keçəcəm. Bir günahından başqa. O hansı günahdır? Allah buyurur, kullu zəmbin ləkə məğfur, sivəl ərazi ənni, bəndəm, sənin bütün günahlarını əff eləyəcəm. Bütün günahlarını bağışlayacam. Bir günahından başqa ki, birdən fikirləşərsən ki, Allaha tərəf dönsən, birdən Allah məni qəbul eləməz. Allah buyurur, bunu bağışlamaram sənə. O gün, Ərəfə günü Allah hamını bağışlayacaq. Tövbə eləmək istəyən, bağışlanmaq istəyən hər kəsi bağışlayacaq.